Stres deyəndə ilk ağla nə gəlir? Qorxulu, dəhşətli bir şey. Çünki bugün insanların əksəriyyəti bu duyğudan əziyyət çəkirlər. Lakin mən sizə stresə fərqli tərəfdən baxmağa kömək eləyəcəm bugün. Bir neçə misalla bunu daha aydın izah eləyəcəm. Təsəvvür eləyin, maşın sürürsüz. Qəfil gözləmədiyiniz anda qarşınıza bir maşın çıxır və siz o an sizdə yaranan stresin sayəsində əyiləcək qəfil basıb həyatınızı xilas eləyirsiniz. Və yaxud da təbiətdə yürüyüşdəsiz, qəfil gözləmədiyiniz anda qarşınıza hansısa bir vəhşi heyvan çıxır və yaxud da ilan çıxır. O an sizdə yaranan stres sayəsində siz oradan arxanıza belə baxmadan qaçıb canınızı xilas eləyirsiniz. Və s. bu kimi misallar mən sizə çəkə bilərəm. Yəni əslində stres burada düşmənimiz deyil də, hər zaman yanımızda olan bir dostumuzdur. Sadəcə bugünün insanında stres səviyyəsi artıq o qədər kontroldan çıxıbdır ki, onu idarə edə bilmədiyi üçün onun dostu əvəzinə düşməninə çevrilibdir. Lakin biz onu düzgün idarə etməyi öyrənsək, o bizim düşmənimiz deyil də, hər zaman yanımızda bizi xilas edən dostumuz roluna bürünər.